Amerika prezidenti Donald Trump'ın açıqlamalarına istinad etsək, həm olar, həm də olmaz. Bir cümlədə deyir ki, imzalaya bilərik, cümlənin sonunda isə deyir, imzalamamaq da mümkündür. Bu o deməkdir ki, əslində bu məsələlərlə bağlı hələ ortaq məxrəcə gəlməyiblər. Düzdür, İran tərəfdən sanki güzəşt mövqeli bir açıqlama mən oxudum Hörmüz boğazı ilə bağlı. Güya rüsum tələb etmirlər gəmilərdən, keçid xərcləri var, onları Omanla bir yerdə güya müəyyənləşdirəcəklər. Güya bu bir qədər güzəşt mövqeyi kimi qələmə verilir. Amma Oman axı bu məsələdə İrana heç bir razılıq verməyib. Özü də Oman o ölkədir ki, İranın hücumuna da məruz qalıb. Bu məsələnin bir tərəfi. Uranla bağlı, uranın zənginləşdirilməsinə bağlı. Əslində İran əvvəlki mövqeyinə qayıtsa, yəni 12 il, 15 il bundan qabaqki mövqeyinə qayıtsa ki, uranı zənginləşdirməyəcək ya da çox aşağı səviyyədə zənginləşdirəcək və beynəlxalq müşahidəçilərin İrana girişinə icazə verəcək. Bəlkə bu məsələdə müəyyən razılıq ola bilər və yaxud razılığa yaxınlaşa bilərlər. Amma bu istiqamətdə də irəliləyiş əldə edildiyini mən düşünmürəm. Sadəcə yeganə sabitlik yaradan məqam atəşkəsdir ki, müharibə getmir, zərbələr endirilmir, havada dronlar uçuşmur. Bu müəyyən qədər məsələnin müsbət tərəfidir. Üstəgəl də baxmayaraq ki, Trump İranı ara-sıra yenə də hədələyir. Körfəz ölkələri Trumpa tez-tez mesaj göndərirlər ki, müharibəyə başlamayın. Müharibəyə başlayacaqsan, yenə də hədəf biz olacağıq. Üstəgəl də müsəlmanların müqəddəs bayramı yaxınlaşır, Qurban bayramı. Yəni bu bayram ərəfəsində, bayram günlərində belə bir gərginlik heç bir ölkənin maraqlarına uyğun deyil. Amerikanın özü də məsəl üçün düşünür ki, məsələn iyun-iyul ayında müharibəyə başlamağın riskləri var. Niyə? Çünki iyun ayının təxminən 8-i ya 9-undan Amerikada, Kanada və Meksikada futbol üzrə dünya çempionatı başlayacaq. Bir ay çəkəcək. Yəni bu bir ay ərzində Amerikanın kiminləsə müharibə aparması biraz doğru olmazdı. Yəni sabitlik lazımdır ki, futbol da rahat öz qaydası ilə belə getsin və insanlar özlərini təhlükəsiz hiss etsinlər. Yəni həm Qurban bayramı, həm də futbol çempionatı bunları deməyə əsas verir ki, yəni ən azı iyun-iyul aylarında müharibənin başlaması ehtimalı azdır. Amma danışıqlarda irəliləyiş olacaqmı? Bu istiqamətdə də mən hesab edirəm ki, müsbət nəticə əldə edilməsi çətindir. İrandakı rejimə heç saziş filan lazım deyil. Yəni atəşkəs onlara sərf eləyir ki, öz işlərini görsünlər. Hörmüz boğazına nəzarət davam etsin, uranı zənginləşdirsinlər. Biraz iqtisadiyyatda vəziyyət ağırdır. Onu da düşünürlər ki, insanlar yenə də dözər. Saziş onların nəyinə lazımdır ki? Saziş olsa güzəştə getməli olacaqlar. Nədənsə imtina etməli olacaqlar ki, buna hazır deyirlər. Ona görə elə BQI də bu tip açıqlama verir. Deməli, Amerika sənin ölkənin ali dini liderini öldürüb, Təhlükəsizlik Şurasının katibini öldürüb, generallarını öldürüb, şəhərləri bombalayıb, zavodlar bombalanıb, İnsanlar ölüb və sən həmin ölkənin ərazisində gedirsən, hansısa BMT-nin tədbirində iştirak edirsən. Abbas Araqçı düşünə bilər ki, onda onu öz ölkəsinə top atəşinə tutardılar. Yəni iki səbəb ola bilər. Viza və Abbas Araqçının bu cür düşünməsi ki, düşmən ölkənin ərazisindəki hansısa toplantıya qatılmaq doğru deyil. Müharibədən bu yana hakimiyyət bütövlüyü ilə Sepah bir qrup generalın nəzarəti altındadır. Onların icazəsi olmadan tutaq ki, İran prezidenti, İran xarici İşlər naziri, hətta deyərdim ki, ali dini lider ki, xəstəxanadan bilinmir, çıxıb-çıxmayıb, qərar verəmirlər. Qərar versələr də Sepah generalları o qərarla hesablaşmırlar. Ona görə mütləq hakimiyyət onların əldir. Müharibədən əvvəl biraz fərqli situasiyadır. Onda da müharibədən əvvəl də belə deyək də, təsirləri güclüdür. Amma heç olmasa güclü bir, belə deyək, təsiri gücü böyük olan ali dini lider var idi. O balanslaşdırırdı siyasəti. O Sepaha da üstünlük verirdi bəzən İran prezidentinə də üstünlük verirdi. Amma indi elə bir fiqur yoxdur. Oğlu ali dini liderdir, amma nüfuzu yoxdur. Özü də sağ olub, belə deyək də, qalıb qalmadığı da müxtəlif mülahizələrə yol açıb. Belə vəziyyətdə bəli, sanki əllərinə fürsət düşüb həmin o Sepah generallarının hamıya nəzarət edirlər. Amma bu nəzarət İranda yaşayan insanların durumunu yaxşılığa doğru dəyişəcəyimi çətin. Çünki Sepah iqtisadi məsələlərlə məşğul olacaq bir təşkilat deyil ki, sosial məsələləri həll etsin. Ancaq özünün iqtisadiyyatını düzəltməyə çalışacaq, özünün itkilərinin
O da nəyin hesabına? Bir yolla nefti satmağa çalışacaq Çinə. Amerika Çinə indi çox da mane olmur ki, Çin İran neftini alsın. Çünki Trumpın bir neçə gün əvvəl Çinə səfəri də olmuşdu. Nə gəlir əldə olunacaq? 80-90%-ni Sepah yenə də özünə götürəcək. Müharibədən əvvəl də belə idi. Satılan neftin böyük əksəriyyəti 70-80%-i Sepahın hesablarına köçürülür. Özü çox maraqlıdır ki, Sepahın Körfəz ölkələrindəki hesablarına. O Körfəz ölkələrindəki hesabına ki, sonra Sepah onlara hətta zərbələr vurdu. Bəziləri sonra o hesabları da dondurdular. İndi də pulları öz əllərində cəmləşdirməyə başlayacaqlar. O pullardan çox cüzi hissəsini iqtisadiyyə və sosial məsələlərin həllinə sərf edə bilərlər. Amma yenə də 70-80% ancaq öz məsələlərinə, indi imkanları olsa yenə də proksi qüvvələri də xərcləyəcəklər. Düzdür, burada biraz çətinlik yaranıb. Çünki quru yolla proksi qüvvələrə həmin maliyyə və hərbi yardımı çatdırmaq çətindir Suriyanı itirəndən sonra. Təyyarələrlə çatdırmaq mümkün deyil, yəni bu nəzarət altındadır. Gəmilərlə də çatdırmaq çətindir, çünki Hörmüz boğazı da nəzarət altındadır. Amma bir yolla bu mühasirənin yarı proksi qüvvələri ayaqda saxlamağa çalışacaq Sepah. Alınmasa, yenə də o pulları yenə durub büdcəyə köçürməyəcək, sosial məsələlərin həllinə məncə yönəltməyəcək. Yenə də özünün illərdir formalaşdırdığı iqtisadiyyata, özlərinin, belə deyək də, rahat həyatlarını, ailə həyatlarını bunları xərcləyəcək. Yəni, interneti açmaq istəmir, çünki qorxur ki, İran əhalisi o azad saytlara daxil olar, real vəziyyəti öyrənməyə çalışar. Yəni, banklar, İran bankları da internet şəbəkəsindən istifadə edirdilər. İndi onların da vəziyyəti ağırlaşıb. Sadə vətəndaşlar da əlbəttə istəyərlər dünyada gedən proseslərdən xəbərdar olsun. Kim xəbər verəcək ki onlara? İran televiziyası fərqli siyasət yürüdür, fərqli görüntülər yayınlayır. Əgər daxili internetləri varsa, orada ancaq özlərinə uyğun xəbərlər yayınlanır. Xaricə çıxış yoxdur. Amma bu xaricə çıxışın olmaması tək vətəndaşlara deyil, iqtisadi proseslərdə rol alan şirkətlərə, köçürmələr həyata keçirən banklara da mənfi təsir edir. Bu haqda da məncə İran cəmiyyəti əlbəttə ki, narazıdır, amma İran hakim elitası arasında da bu müzakirə yəqin gedir. Çünki Pezeşkiyanın da bu yöndə açıqlaması olmuşdu ki, yəni bu məsələləri həll etməyə lazımdır. Hətta Amerika ilə bağlı da Sepah Amerika ilə danışıqların əleyhinə olduğu halda Pezeşkiyan açıq demişdi ki, yəni biz axı danışıq olmasa biz məsələləri necə həll edəcəyik? Amma danışıq olsa belə nəticə yoxdur. Çünki yenə də deyirəm, iplər hamısı Sepah generallarının əlindədir. İnternetə də onlar nəzarət edirlər. Onların həsi olmadan İranda internet açılmayacaq. İnterneti məhdudlaşdıran ölkələrin siyasına baxın. Çox az ölkə var. Çində ümumi internetə çıxış oldu. Daxili internetləri var. Eyni səbəbdən ki, Çində yaşayan insanlar xarici informasiya mənbələrinə çıxış imkanları olmaz. İndi bilmirəm Çində o banklar və yaxud böyük özəl şirkətlər ki, Amerika ilə tutaq ki, müəyyən iqtisadçı əməkdaşı, onlarda necə formalaşır. Amma Çinin sadə vətəndaşı xarici saytlara girə bilmir. Rusiya bu günlərdə məhdudlaşdırdı Ukrayna müharibəsinə görə və Rusiya vətəndaşları da narazıdır. Rusiya şirkətlərinə də zərər dəyib. Orada da bu məsələ var. Şimali Koreyada ümumiyyətlə internetin adı çəkilmir. İnterneti olan, hansısa yolla internetə girən vətəndaşı həbs edib ölüm cəzasına hətta məhkum edə bilərlər. Və İran da bu internet məsələsini sərtləşdirib və Sepahın qorxuları var. Yəni Sepah, belə deyək də, insanların həyatını rahatlatmaq üçün heç bir addım atmır. Əksinə, hər gün xəbər gəlir ki, edamların sayı artır. İnternet qalsın bir yana, yumşalma qalsın bir yana. Edamların sayı artır. Keçmiş etirazda iştirak edənləri edam edirlər. Yəni, yumşalmaya marağı olan bir rejim fərqli siyasət yürütməlidir.